Bu şəxslər hərbi xidmətdən azad edilir. Qanuna əsasən doktorantura səviyyəsində əyani təhsil alan şəxslər təhsil müddəti ərzində hərbi xidmətə çağırılmırlar. Bu dövlətin elmi və təhsili inkişaf etdirmək istiqamətində konkret addımlardan biridir. Ancaq bu hüquq yalnız təhsil müddəti ilə məhdudlaşdırılır və məzun olduqdan sonra şəxslər hərbi xidmətə cəlb oluna bilərlər. Azərbaycanda doktorantura təhsili alan şəxslərin hərbi xidmətdən azad olunması ilə bağlı mühüm tənzimləmələr qüvvəyə minib. Həmin 3 il ərzində doktorantura adını təsdiqləyən və elmi işini uğurla müdafiə edən namizədlər yalnız bu halda hərbi xidmətdən azad edilirlər. Əgər doktorantura bu müddət ərzində elmi işini təsdiqləyə bilməzsə, təhsili dondurmalı, hərbi xidməti tamamlayıb, sonra təhsilini davam etdirməlidir, deyə bildirilib. Qeyd edək ki, bu qaydalar doktorantura təhsili alan gənclərin həm təhsilini, həm də vətəndaşlıq borcunu balanslı şəkildə həyata keçirməsini təmin etmək məqsədi daşıyır.